Onu da qeyd edeyim ki, bu dəhşətli cinayətlə bağlı 100 ciltlik istintaq sənədləri toplanıb və 20 yanvar faciəsindən düz 7 ay keçəndən sonra 1990-cı ilin iyul ayında SSR Baş Prokurorluğu 20 yanvar faciəsi ilə bağlı cinayət hərəkətlərinə xitam verir. Sanki burada heç bir cinayət hadisəsi yoxdur və 100 ciltlik o sənədlərin 68-i bugün də Moskvadadır və o sənədlərin geri qaytarılması bu cinayətin miqyasının və eyni zamanda daha o ağ səhifələrin üzə çıxmasına, ağ ləkələrin tariximizin üzə çıxmasına imkan verərdi. Ən böyük cinayətkar bu prosesdə SSR-nin birinci və sonuncu prezidenti bu Qarbaçovdur. SSR-nin Daxili İşlər Naziri Bakatindir. SSR-nin Müdafiə Naziri Yazovdur. Giriyenko'dur, o zaman o proseslərə rəhbərlik eləyirdi. Mikhailov var idi, SSR-nin deməli Mərkəz Komitəsində milli məsələlər üzrə şöbə müdiri idi və digərləri birbaşa məsuliyyət daşıyırdılar, amma qeyd etdiyim kimi Azərbaycan o zamanki rəhbərliyi və müxalifəti də birbaşa bu cinayətin, bu bəşəri cinayətin baş verməsinə məsuliyyət daşıyır və siz fikir verirsiniz, onların bəziləri bu günlərdə hay-həşir qoparırlar, amma 20 yanvar faciəsində xalqın meydanlara çağırılması və güllavaran edilməsinin birbaşa onların məsuliyyəti var və onların heç birisinin burnu belə qanamadı. Nə özlərinin, nə qohumlarının, nə yaxınlarının heç birisinin qarşı, onların heç birisinin bu 20 yanvar faciəsində bir şəhidləri olmadı, qurbanları olmadı. Onlar üçün lazım idi sadəcə öz niyyətləri və hakimiyyəti zəbt etmək və bu, necə deyərlər, bulanıq suda balıq tutmaq taktikası deyirlər də. Bax, ondan da, hətta xalqın faciəsindən də öz mənafelər üçün istifadə etmək istəyirdilər. Düzdür, o zaman yəni daha dəqiq desək, 1995-ci ildə Qarbaçov Türkiyə səfərlərinin birində qeyd elədi ki, onun siyasi fəaliyyətinin ən bağışlanmaz səhifəsi məhz 20 yanvarda törətdiyi ən böyük səhv qərarı odur. Bunu etiraf elədi, amma bu etiraf heç nəyə dəyişmir. Birbaşa, deməli, cinayətkardır, birbaşa o məsuliyyət daşıyır. İlk dəfə 1990-cı ilin noyabr ayının 21-də Ulu Öndər Heydər Əliyev Naxçıvan Ali Məclisində 20 yanvar faciəsinə hüquqi siyasi qiymət verdi. Naxçıvan parlament bunu etdi və 1993-cü ilə qədər, yəni nə vaxta qədər ki, Heydər Əliyev hakimiyyətə gələ bilməmişdi xalqın xahişi ilə. O zamanki rəhbərlik bu hadisəyə 20 yanvar faciəsinə hüquqi siyasi qiymət vermədi. Heç verə də bilməzdi. Yəni belə çıxır ki, o məşhur mahnıda olduğu kimi sənə şikayətim var. Özləri ediblər, özləri birbaşa iştirakçılardan biridirlər və məsuliyyət daşıyırlar. Ona görə də çalışdılar ki, heç bir hüquqi siyasi qiymət verilməsin. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlişindən sonra, 1994-cü ilin yanvar ayının 5-də onun təşəbbüsü ilə Milli Məclisin xüsusi iclasının çağırılması haqqında qərar qəbul edildi. Eyni zamanda mart ayının 29-da Milli Məclis 20 yanvar faciəsi ilə bağlı xüsusi söz qərarını elan etdi və Ulu Öndər Heydər Əliyev 20 yanvar şəhidi adını təsis etdi. Və şəhid ailələrinin diqqət həmişə dövlətimizin siyasətinin mərkəzindədir və həmin siyasətdə bugün ölkə prezidenti Cənab İlham Əliyev uğurla davam elətdirir və bugün şəhid ailələrində ən yüksək səviyyədə dövlət qayğısı var. Onlara müavinətlər verilir və onların biz indi 20 yanvar günündə bütün xalqımız, ümumxalq hüzn gününü qeyd eləyir. İndi saat 10-da biz də Milli Məclisdə deputatlar birlikdə Şəhidlər Xiyabanı ziyarət edəcəyik. Bütün insanlarımız bu addımı atırlar, ziyarət prosesində iştirak edirlər və onların ruhu şaddır. 20 yanvar şəhidlərinin də ruhu şaddır. Çünki onlar nəyin uğrunda mübarizə aparmışlar? Azərbaycanın azadlığı uğrunda, Azərbaycanın müstəqilliyi uğrunda, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzünə qarşı ayağa qalxmışlar və bu günləri Azərbaycan torpaqları işğaldan azad olunub. Biz tarixi zəfərimizin keçən illər 5-ci il dönümünü qeyd etdik. Ölkə prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında, bizim müzəffər prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyi altında yenilməz ordumuz və dəmir yumruğa çevrilmiş xalqımız tarixi zəfərə imza atdı. Bu baxımdan tarixi zəfərimizin 3 qəhrəmanı var. Bu bizim müzəffər prezidentimizdir, arxasına dayanan xalqıdır və formalaşdırdığı ordudur. Və bu tarixi zəfərimizin onlar həm də simvollardır.